Alkan, alkin, spirt və aldehid karbon turşusu üzərində bəzi şeylər izah edəcəm və inanıram ki, bundan sonra rabitəni tapmaq qaydası sizə çətin gəlməyəcək. Ümumiyyətlə, əvvəlcə belə bir qayda ilə sizi qarşılayım. Yəni, açıq quruluşlu birləşmələrdə rabitə, sigma rabitə, deməli, atom sayından 1 vahid az olur. Buna da səbəb karbon-karbon arasındakı rabitənin karbon sayından 1 vahid az olmasıdır. Qapalılarda isə, məsələn, sikl-alkan qrupu birləşmələrdə, aromatiklərdə karbon sayı nədirsə, yəni ümumi atom nədirsə, sigma rabitə də elə atom sayına bərabər olur. İndi keçək alkanlardakı rabitələrlə tanış olaq. Alkanın bir qıraqda misal da yazmışdım mən buna. Ümumi formusu CnH2+2-dir. Burada da bir etan molekulamızı yazmışam. Sigma rabitə sayı dediyim üzərə burada 3n+3 biz atom görürük. 3n+3 atom görürük. Sigma ondan 1 vahid az olduğu üçün 3n+1-dir. Burada da 8 atom varsa sigma 7-dir. Yəni nəydən irəli gəlir bir baxaq. Polyarla qeyri-polyarın cəmidir bunlarda. Polyar, yəni müxtəlif qeyri